Salam dostlar. Ağşəhərdəyəm və sizə burada çox gözəl ağaclar gördüm. Ona görə maşını saxladım və sizin üçün çəkirəm. Bu bilmirəm sakuradır, yoxsa hansısa başqa bir ağacdır. Görün nə qəşəng gülləri var. Yaxından sizin üçün çəkim. Çox qəşəngdir, topa-topadır. Yox, bu nəsə başqa bir güldür. Maraqlıdır, nə gülüdür bu? Gül deyəndə ağacdır da. Gül. Rəfiqəm də çəkişidir, çəkir. Çox qəşəngdir, hə Sabina, çox. Вишня канзан. Вишня канзан? Google выдал? Да. Вишня канзан. Так если это вишня, то здесь плоды будут или просто это дерево не плодоносящее? Интересно. Çünkü yani и сакура это. Интересно. Очень красиво. Смотри, как красиво. В rяд очень. Çok qəşəngdir. Rəngi gözəldir. Yəni ki, bax belə gedirsən, bir də görsən, yəni gözəl renklərdir. Burada velosipedlər qoyublar. Prokata görməmişdim. Bunu yenilikdir yəqin ki burada. Bu parka bilmirəm gedəcək yoxsa yox. Buradan biraz çəkmək istəyirəm. Dəniz nə qədər yaxındır və burada belə yol var aşağı. Düşür. Burada Ağşəhər bitir dostlar, baxın. Və burada bu beləcik hansısa qəsəbədir. Bilmirəm bu qəsəbə Həzi Aslanov qəsəbəsi gedir yoxsa əvvəl bir başqa qəsəbədir, sonra Həzi Aslanov. Orada nəsə sökülür, bax Sabina. Yəqin ki, Ağşəhərin maketini mən görmüşdüm. O maketdə Ağşəhər böyümüşdü, daha da o tərəfə və yəni tam başqa bir proyekt idi. Yəqin ki, hansısa evlər söküləcək yenə. Çünki Ağşəhərin maketində daha böyükdür Ağşəhər. Metro var maketdə. Ola bilsin. Çox soyuqdur hava, hərdən isti olur. Nərimanov da isti idi, burada soyuqdur. Maraqlıdırlar. Bunlar hamısı ventilatordur. Bu da, bunlar da. Yox, Bu başqa şeydir. Qələmdir. Nə maraqlıdır. 45 manat, 55. City Parka gəldim rəfiqəmlə, özümə 2 kofta aldım. Də demək istəyirəm, baxın City Parkda çox rahatdır. Görürsünüz, mağazində heç kim yoxdur. O qədər rahatdır burada mənim üçün alış-veriş eləmək. Çox yaxşıdır. Razmerlər var, bütün ölçülər var. Rahat, qəşəng özünüz üçün burada seçə bilərsiniz. Bütün mağazinlər mənim üçün City Park çox rahatdır. Ağşəhərdə. Нет, локация для машин, но Babəkdən də, Rabochidən də, yəni 8 noyabrdan da qəşəng, yəni maşınlar gəlir. Çox fasonlar biraz, yəni belə yaşlı stilindədir. Baxın, bu paltarın materialı o qədər gözəldir ki, o qədər yay üçün əladır. Prosta stili biraz, yəni görürsünüz. Amma yəni axtarsaq, yəni tapmaq olar. Mən həmişə burada nəsə tapıram. Bu yeni mağazadır, təbii daşlar. Sabina baxaq. Çox sevirəm təbii daşları. Salam, çox sağ olun. Yeni açılmışsınız, hə? Belə filialımız 26 illikdir. Filial təzə açıldı. Hə, burada görməmişdim. Gözəl sırğalar. Bunlar təbii daşlardır hamısı.
Они односторонние. Çox gözəl burada. Mən qolbaq xoşlayıram taxmağa. Bir də sırğa. Baxın nə gözəldir. Kstati burada mən gördüm kvarts. Harda görmüşdüm o kvartsı. Xanım mənə dedi ki, buradakı kvartsın qiyməti mən aldığım çox ucuzdur. Fərqlənir. Xanım dedi ki, mən aldığım yəqin ki, pressovanı kvartsdır. Amma bu təbii kvartsdır, nastoyaşi. Hiss də olunur çünki soyuqdur. Çox qəşəngdir. Mən daha ucuz almışdım. İyidir yəqin ki, o pressovanı kvartsdır. Amma alanda adama demirlər. Gör, bir kvarts biz nə belə alırıq. Çox gözəl fasonlar var. Bu sırğalar çox qəşəng. Xoşuma gəldi. Təbii mirvari ilə poladdır. Çox qəşəngdir. Və figurlardır. Üzümlü, necə ağırdır. Yüzüklərdir. Hətta quşunlar da var, beləncik. Qəşəngdir. Bunlar nədir? Musk. Это зажигаешь, да, запах идет. Благовония. Yəni xanım düz deyir, благовония. Bu tərəfdəkilər nədir xanım? Bunlar gümüşdür. Ha. Bunlar gümüşdür. Təsbehlər də var, təbii daşlarla. Çox qəşəng mağazadır bu. Biz bura gəlirik, burada alış-veriş eləmə rahatdır, boş olur mağazinlər. Çox rahatdır. Ona görə birinci dəfədir sizin mağazanı gördüm. Bu çakraları, hansı daş, hansı çakraya, hə? Paçakram. Siz deyə bilərsiniz bu hansı daşlardır? Yuxarıdan aşağıya. Ametist, lazurit, firuzə, avuçirin, sitrin, əqid, yaşma. Yaşma. Çox gözəl. Təşəkkür edirəm. Bəs bu duhi qablarıdır. Bəli, təbii daşlar. Hə, təbii daşlardan parfüm qablarıdır. Yağlar var təbii daşlardan. Sevgi enerjisini yüksəldir, bir də pul enerjisini. Bunlar hamısı kəhraba. Təbii yantardır, hə? Kəhraba. Çox gözəl mağazadır. Birinci dəfədir rast gəldim. Sizin filialınız 28-dədir, düzdür? Amma görməmişəm heç vaxt. Baxın, bu ünvanlarını göstərim sizə, səhifələrin. Bu 2 sıra çitrindir və xanım deyir ki, bu qolbaqları sol əldə taxırsınız və pulu çəkirsiniz özünüzə. Çoxlu pulunuz olacaq. Qiymətləri bəs neçədir? Neçədən başlayır? 19 manatdan başlayır. Tak что. Burada da gümüş var. Gümüş üzərində. Broşkalar da var. Broşkalar da qəşəng olur. Ha. Poladla da var, gümüşlə. Gümüşlə də, poladla da çox qəşəngdirlər. Bəs bu, baxın, sarı rəngdədir də. Bu gümüşdür, yoxsa nədir? Gümüş qızılı üstəsəniz. Çox qəşəng. Burada da qəşəng şeylərdir. Hoşuma gəldi. Вот эти висячие хорошие, Сабина. Вот раз, два, три. Видишь, интересные, не? Кошачий глаз – это лунный камень. Это мой камень. Видишь, как я сразу. Я по гороскопу рак. Рак. Лунный камень мой. У меня одно кольцо есть, его камень выпал. Никак я его не приклею. Сейчас я эти сережки примерю. Мне нравится такого типа. Poladdır, ha. Çox qəşəngdir mağazinimiz, çoxdur. Mən tərəfdarıyam ki, öz yerli brendlərimizdən alaq, amma yəni keyfiyyətli olsun da, keyfiyyətli eləsinlər. Kim hardansa gedib alırıq. Davay. İnşallah. İnşallah. Bax bu maşın bizim olacaq. Hə. Heç mağazada məlumat vermirlər. Mənim çekim vardı 55 manatlıq və burada baxın City Parkda belə bir 40 AZM alanda
Belə bir Toyota maşın sizin olacaq. Məncə çox gözəldir. Burada City Park'da English Home'da açılıb. Bu birinci figurlar var. Sovet vaxtında var idi belə figurlar. Bizdə hətta qalıb başqa bir. Baxın nə gözəl və qiymətli. Çox ağırdır. Нет, 30 с чем-то, кстати. 31. 31. Просто здесь 3 manat bura düşməyib. 3 rəqəmi, hə? 31 manatdır, amma çox qəşəngdir. Yok, 3 var. Bu 1.90 nədir? Bakın, Hə. 31, 90. Ha, 3 var 39. görsənmir. Aha. 3 var amma görsənmir. Hə, çox sağ olun. Bu da vaza çox qəşəngdir gül üçün. Bu staldansa mən belə sevirəm. Rəngli. Rəngli şüşə. Figurlar çoxdur burada. Buna da var. Hə, 90 manatdır amma çox qəşəngdir bunlardan. Burada да çok qəşəng. Красивый нет стаканы. Просто удобно в них пить будет. Края такие. Интересные края. Çox qəşəng belə bir qrafin var. Qiyməti də endirimdən bir dəqiqə. Bu başı da belədir. 12 manat, 12.90'dan düşüb 9 manata. Oy, belə göstərirəm sizə 9 manat. Bu üçü bir yerdə 10 manatdır dediyimizdir. Üçü bir yerdə 10 manat. Çox qəşəngdir. Bax bu 4 manat 83 qəpik təzə gəlib xanım dedi. Çıxa bilmirəm də mağazadan çox xoşuma gəlir mənim. Qab-qacaq. Qab-qacaq çox xoşum. Prosta o qədər uca evdə var. O qədər tarelkam var. Mənə lazım deyil də o qədər. Biraz mənə bilirsiniz nə lazım olardı? Məsələn, tarelka, kasa kimi məsələn, tarelka biraz dərin. Kasam var, hər dəfə prosta çıxartmıram. Neptunda baxın. Çörəklər, mən sizə demişdim bu çabata. Doğrudan da çabatadır və çox dadlıdır. Baxın, ağda var, siyarada var. Mən bundan almışdım. Superdir. Bravo da çabata, adi prosta bulka kimi bir şeydir. Çox qəşəngdir bu. Və burada ölçürlər kilo ilə. Baxın, kilosu 3.90. Və tortlar da burada çox dadlıdır, almışdıq. Hamının xoşuna gəldi. Baxın, bu zavod çörəklərində ən dadlısı Nurdur. Yəni mənə görə. Siz də fikrinizi yaza bilərsiniz. Bizdə evin yanında Arazda təəssüf ki, Nur olmur. Nur çox dadlıdır. Burada şirniyyatları göstərim sizə. Çox dadlıdır burada. Sütlaç. Я тоже люблю sütlaç. Такая рисовая каша турецкая. Sütlü paxlava 15.90. Нет, это рис. На рисе. Kuliçlər. Bugün rəfiqəm mənə kuliç gətirib. Bugün o kuliçdən yeyəcəm. Ona görə almıram. Amma olmasaydı alacaqdım. Napolyon 16.80. Bura çox böyük marketdir, hipermarketdir. Burada texnika bölməsi də var. Baxın, bu firma biz rəfiqəm gördü. Deyir, təkcə burada var. Bu firmanı görməmişəm mən heç yanda. Tobrus, Provansal, mayonez. İndirimdədir. İranskidə deyəsən. Sizə ədviyyatları da göstərmək istəyirəm. Məsələn, baxın, toyuq üçün mən bu ədviyyatdan istifadə edirəm. Çox dadlı olur. Məsələn, bu firmadan alıram, amma bunu birinci dəfə görəm toyuq üçün belə ədviyyat. Burada olan bütün ədviyyatlardan demək olar ki, mən istifadə edirəm və çox xoşlayıram ki, çox dadlı olur onda. Biləndə hansı yeməyə, hansı ədviyyat gelir, çox dadlı çıxır yeməklər.
Burada da saç boyalarına indirimler var. 6 manatdan 3.85'e. Почти hamısından. Paletlara da indirim var. Bunlara indirim yoktu. Bunlar onsuz da. Ya, mən hər birinin 25 manat, 2.50. Buna da nə indirim olacaq? Burada texnika da var. Bir de özüme kafevarka istəyirəm. Kafevarka deyəndə kofe maşın. Çünki çox qəşəng kofe sevirəm, amma hər gün də içmirəm deyə keyfim gəlir ki, bu qədər pulu verim. Belə də var. Əldə özünüz düzəldirsiniz. Burada isə tökürsünüz kofe, süt hazır olur. Çox dadlı olur belə kofelər. Tak, biz ikimizə bir salat sifariş etdik, bir də əsas yemək. Demək, bu xırt-xırt badımcandır. Da biraz başqa cür olur. Orada badım, burada biraz panirovkası elə bil çoxdur, başqa cürdür. Bir də vişnəli dana əti sifariş eləmişik, qovurma. Vişnəli mal əti. Gətirəndə yadımdan çıxdı sizə. Çəkməyə belədir. Ağşəhərdə burada bir dənə uzun bina var idi. Bilmirəm, fabrika idi, sıx idi, nəyəsə oxşuyurdu və Evroliseyin yanındaydı. Və indi onu söküblər. Burada olan xırda bütün evlər də sökülür. Babəkə qədər bu Ağşəhərin evləri olacaq. Kafanı da sizə göstərim indi olduğumuz. Amma mən sizə deyim, mən əvvəldə bunları burada yemişdim. İndi nə edirlər? Badımcan salatı, panirovkasını çox eləyirlər, həddən artıq qalın. Badımcan içində yaxşı bişməmişdi və yəni ki, bu xırt-xırt badımcan buna demək olmaz. Bu əməli başda prosto panirovkada badımcan idi. Ona görə sevmədim, xoşuma gəlmədi və turşu, bu qovurma da, vişnəli qovurma da, məsələn vişnə sousu yox, orada zoğal, turşu zoğal və belə çox turşu idi, çox. Tak ki, keçən dəfə burada çox xoşuma hər şey gəlmişdi, bu dəfə təəssüf ki, yox. Burada baxın, piyada keçidi artıq hazırdır. İndi sizə, yəni hazırdır deyəndə açılmayıb, amma çox işlər görülüb də içində. Görünür ki, az iş qalıb. İndi baxın, içində artıq eskalatorlar da quraşdırılıb. Baxın, eskalator quraşdırılıb və burada mağazalar olacaq. Bunun altı olacaq ticarət mərkəzi. Yuxarıda istidir Sabina. Yuxarı isə o məktəbin yanında istidir. 18 dərəcə, amma soyuqdur. Mən sənə deyim. Elə bir ki, elə səhər necə idi? Hava 13 dərəcə elədir. Və görürsünüz, artıq körpü də yüksəlib. Biz indi baxacağıq. Burada da işlər belə görülür. Baxın. Bura mağazalar olacaq. Kofimaniyada kofe içərik biraz. Çünki çox soyuqdur. Fontançıq açıqdır. Fontançıqları da çox sevirəm. Bunlar heyif bağlıdır. Bunlar da çox qəşəngdir. Dəniz atları. Və most hara qədər baxalım uzadılıb. Keçən dəfə göstərmişdim sizə. Kanalda çəkmişdim. Bu prospektin üstü ilə çəkilir. 8 noyabr prospektin üstü ilə. Burada da fontan var yerdən. Yer yaşlı, yəqin açıq olub, indi bağlayıblar. Və baxaq, nə işlər görülüb, nə qədərdir. Və bu körpün üstü ilə biz sizinlə gedəcəyik Ağşəhərdən Ağşəhərin bulvarına. O günü səbirsizliklə gözləyirəm. Çox maraqlıdır mənə. Və mənim sevimli magnoliyalarım da açıb. Magnoliyalara da baxacağıq indi. Baxın.
Bu qədər artıq hazırdır. Burada pilləkənlə də qalxma olacaq və buradan düz getmək. Yolun üstünü keçib demək olar ki. Yolun üstünü keçib. Bir bu qədər də hələ iş qalıb. Yəqin ki artıq yaya çatdırarlar. Yayda sizinlə burada gəzəcəyik. Buradan da baxaq. Bax, bu da yox idi. Belə. İçində də adam var. Və işlər baxın, bax belə gedir. Çox qəşəng. Bu tərəfdən də çekim. Çox qəşəng və möhtəşəm bir proyektdir. Baxaq burada hansı ağaclar gül açıb, hansı güllər var burada. Burada ortada da bir dənə magnolia var, baxın. Çəhrayı magnolia. Bu güllərin də rəngi qəşəngdir, xırda güllərdir. Baxın, burada daha yaxşı görünür ki, körpü artıq yolun üstündən keçib. Даже demək olar yarısından az iş qalıb. Burada da tikinti gedir. Bu bağdan xoşum gəlir. Bunun adı gedir Fontanlı bağ. Qəşəng bağdır. 3 dənə fontan var burada. Bu da qəşəng ağacdır. Rəngi çox qəşəngdir. Bilmiyorum kamerada rengi ne derecede düşür. Ama çok qəşəngdir. Kuşlar oxuyur. Burada da magnolia var. Bu ağ magnoliadır. Üstünde hele ki yani yoktu. Bakın. Hamı yazır ki sosial şəbəkələrdə ki bu sərçələr azalıb, sərçələr yox olub. Şəhərin ortasında demək olar ki rast gəlmə olmur, amma burada baxın nə qədər sərçə var. Uçdular. Bu da magnoliadır. Rəfiqəm deyir ki, bu ağacı Heydər Əliyev əkib. Deyirəm, hardan bilirsən? Deyir, üstündə yazısı var. Heç vaxt fikir verməmişdim. Bəli, İlham Əliyev əkib bu ağacı 2016-cı ildə. Baxın dostlar, binanın üstündə ağaclar var. Əvvəl yox idi onlar. Mən verməmişdim, görməmişdim. Ben göstereyim size. Bakın.
Balaca iti apara bilmirlər ha. Bu böyük itə hürür. Не успокоится. А этот ничего, сидит себе. Sağ olun dostlar. Burada sizinlə sağollaşıram. Ümid edirəm ki, belə bir vlog xoşunuza gələr. Və bəyən düyməsinə basarsınız. Kanala abunə olarsınız. Çox istərdim hər birinizi kanalımda görüm. Şərhlərinizi yazın, şərhlərdə söhbət eləyək. Çox maraqlıdır sizin də fikrinizi bilmək. Sağ olun, salamat qalın.